Biznes profiliniz üçün effektiv reklam strategiyası. Reklam kampaniyanı iki əsas mərhələyə bölmək daha uğurlu nəticələr əldə etməyə kömək edə bilər. Misal üçün, alqoritma öyrətmə və auditoriyanı genişləndirmə. Bu mərhələdə məqsəd ən aşağı xərc ilə düzgün auditoriyanı tapmaq və alqoritmanı məlumatlandırmaqdır. Misal üçün, Meta, Facebook, Instagram reklamlarında iki cür reklam növlərindən istifadə edə bilərik. Biri trafik, sayta və ya Instagram profilinə insanları yönləndirmək, ikincisi isə etkileşim, yəni qarşılıqlı əlaqə reklamlarından. Google reklamlarında isə bu biraz fərqlidir. Birincisi axtarış reklamları ilə məhsul və ya xidmət axtaran insanlara çatmaq, ikincisi isə display reklamları, yəni brendini fərqli platformalarda vizual və reklamlarla tanıtmaq. İkinci növ isə dəqiq hədəfləmə və satış artırmadır. Yəni ilk mərhələdə toplanan datalar əsasında daha effektiv dönüşüm kampaniyalarına fokuslanırsan. Misal üçün, Meta reklamlarında potensial müştəri, satış üçün müştəri bazası toplamaq. İkincisi isə təqdimat, yəni conversion, məhsul və ya xidmət satışlarını artırmaq üçün istifadə olunur. Yenə də Google-da fərqlidir, çünki Google-da performans maksimum, yəni ay əsaslı optimizasiya ilə dönüşümləri artırır.